Demək olar, KSG 7, variant A. Birinci sual. Birinci sual normal, rasyonal təminlikdir. 1 bölünsün x bərabərdir, 3 bölünsün x üstə gəlsin 4. Həll edirik, sonda baxarıq. Kənar kökdür deyil və yazarıq. 3x bərabərdir, x üstə gəlsin 4. 2x bərabərdir 4. x bərabərdir 2. Və bunu da mənalı etdiyi üçün nədir? Kökdür. İkinci suala baxırıq. 1 bölü x üstə gəlsin 1 bölünsün 2x bərabərdir nə verir? 2-də 1. Sadə. Bunun sürəti məxrəcini neyirsən? 2-yə vurursan. 2x məxrəcdə, 3 sürətdə 2-də 1. Sağdan soldan 2-ni məxrəclərdən 2-ni atırıq. Çarpaz olandan sonra x nəyə bərabərdir? 3. Demək ki, 3 bunu mənalı edir? Edir. Yəni, yalnız 0 olsa mənasız olacaq. Belə deyil. 3 nömrəli suala baxırıq. 3 nömrəli sualda x kvadratı üstə gəlsin 3x. Bölünsün x çıxılsın 1 bərabərdir nə? 10. Düzdür? Tənliyin köklərinin cəmini istəyir. Biz burada nə edirik? X kvadratı. Bunu məxrəcdən bir 1 atıram. X kvadratı üstə gəlsin 3x bərabərdir. 10x çıxılsın 10. Düzdür? X kvadratı çıxılsın 7x üstə gəlsin 10 bərabərdir 0. Qalar x1 bərabərdir 2. x2 bərabərdir 5. Bunu da göstərirəm sizə. Görürsünüz, heç biri bunu mənasız etməyir. Köklər cəmi nədir? 7. Viyyət görününə görə yazdıq ya da kökləri topladıq yazdıq. Köklər arasını istəsəydi 10 olar. Yaxşı. 4 nömrəli suala baxırıq. 4 nömrəli sualda 7 bölünsün x çıxılsın 4 bərabərdir. Nə verir uşaqlar? X üstə gəlsin 2 verir. Bunu məxrəcinə 1 ata bilərsən. Problem yoxdur. Çarpaz vurursan. Bəzən görürsən. X kvadrat çıxılsın 2x çıxılsın 8 bərabər 7. Bəli. Buna bulanda x kvadratı mənfi 4 müsbət 2. Çıx 2x, bir də çıx 8. Bərabərdir 7, düzdür. 7'yi də sola atsaq nə baş verəcək? Çıx 15 olacaq, düzdür. Bir başa yazılan vaxtımız yetməsin. x1'imiz nəyə bərabərdir? 5'ə. x2'miz nəyə bərabərdir? Mənfi 3. İkisi də bunu mənalı edir? Edir. Burada cəm istəmişdir. Səhətənliyi nədir edir? B variantı mənfi 3, müsbət 5. Bax necə? Mənfi 3'ü də, müsbət 5'i də burada yerinə yazsan, nə alınacaq? Doğru bərabərliyi alınacaq. Sözdür. Tənlikdə, sonda yaxşı olardı ki, bir dənə köklərin yoxlamasına da baxaq. Alırsan, düzdür, cavaba baxmırsan. Şu an kitabın arxası lazım deyil sənə. Qoyursan yerinə, görürsən ki, doğrulayır. Yəni, sağa solu bərabərləşdirir. Doğru bərabərliyi alırsan. O zaman bu kökdür. Düzdür. Qoya bilmədiyin qiymət kənar kökdür. Hər dəfə deyirəm, yaddan çıxartmırıq. 5 nömrəli suala baxaq. Dəyişənin hansı qiymətində ifadələrin qiyməti bərabərdir? İfadələrimizin biri belədir. 2 bölünsün. X üstə gəlsin 2 bərabərdir. X üstə gəlsin bölünsün 8. X üstə gəlsin 2 bölünsün 8. O zaman nə edirik? Bunları çarpaz vururuq. Düzdür? Tənasüb. X kvadratı üstə gəlsin 4, x üstə gəlsin 4. Təsərrümat üstürü kimi lan. Düşünməyin. 16. X üstə gəlsin 2 kvadratı 12. Aha, bəli. Elə də belə də yaza bilərsən. Çıxılsın 12 düz. Mənfi müsbət 2 və mənfi 6. Müsbət 2, bəli. X2 bərabərdir nə? Mənfi 6. Cəmi mənfi 4 daxil. Elə deyil. Hasili nədir? 2'dir. Düzdür? Yaxşı. Baxsa, hasil 12'dir. Mənfi 12. İkinci kökü göstərirəm. Mənfi 12. İndi sən baxırsan, bu köklərin biri bunu mənasızlaşdırır ki, yox, heç biri. İkisi də mənfi 2 olsaydı qodda olmazdı. Səndən kökləri istəyirsə, köklər cəmin hasili nəyi? Köklərini istəyir. Konkret x-ləri istəyir, biz də yazırıq bu. Şərt qoymayıb, natural olsun, nə olsun. Bəzən natural həllərini istəsək tutaq ki, deyir ki, bu rasyonal tənliyi natural həllərini tap. Bunu tapa bilməzsən. Yaza bilməzsən orada, düzdür? Demək ki, dostlar, 6 nömrəli suala baxaq. 6 nömrəli suala. Tənliyinin kökləri üçün bu sual tiplərini həmişə biz müşahidə elədik ki, quizlərdən və yaxud da ki, summativlərdə
Nəyi müşahidə elədik? Gördük uşaqlar əziyyət çəkir. Tənlik belə verilir, düzdür? x1 bölünsün x2, üzərinə gəlsin x2 bölünsün x1, düzdür? Bərabər 7. Bərabərdir 7-dirsə, məndən nə istəyir? N-in müsbət qiymətini. Yəni, N-i istəyir, N bərabərdir suala və onun müsbət qiymətini. Gələn bax, nə edirik? Burada ortaq məxrəcə gətirsək, x1, x2 olacaq ortaq məxrəcə, elə deyil, hasil. Bunun sürət məxrəcini x1-ə vuracam deyə, nə alacaq? x1-in kvadratı. Bununkini x2-yə vuracam deyə, nə alacaq? x2-nin kvadratı. İndi köməkçi düsturları yadımıza salaq. x1 üstə gəlsin x2-nin cəminin kvadratı çıxılsın. 2x1, x2. 2x1, x2, ay sağ ol. Bölünsün x1, x2. Bu da bərabərdir. Bu da bərabərdir. Sən 7. 7 deyil. Bunu belə niyə yazılır? Sən buradan nə bilirsən? Cəm nə qədərdir? N. N-in kvadratı çıxılsın. Hasil nə qədərdir? 1. Düzdür? 1'dir. Çıxılsın 2. Bölünsün hasilimiz 1'dir. Elə deyil. Da bölünsün 1'i yazmıram. Kəsr xəttini silirəm. Atıram onu. Bərabərdir 7 və n bərabərdir. N kvadratı bərabərdir 9. O zaman n nəyə bərabər olur? Üstə gəlsin çıxılsın. Düzdür? Biz deyirəm. Bizdən nə istəmişdi? Müsbət n istəmişdi. Həmin o müsbət n-i tapdıq. Neçə imiş? 3 imiş. Sual diqqət edirsiniz uşaqlar. Üstündən bir neçə dəfə evdə də gelirsiniz. Buna yaxşı da baxırsınız. 7 nömrəli suala baxırıq. 7 nömrəli sualda x bölünsün, x üstə gəlsin 2, bərabərdir 1 bölünsün x. Burada x kvadratı bərabərdir x üstə gəlsin 2, x kvadratı çıxılsın, x çıxılsın 2 bərabərdir 0. Və köklərə baxacam. x1 ilə bərabərdir nəyə? Müsbət 2-yə. x2 nəyə bərabərdir? Mənfi 1-ə. Niyə mənfi 1 ödəməsin? Burada ödəməyən x bərabərdir mənfi 2 olacaq. Bir də x bərabərdir 0 olacaq. Mənfi 2 deyil ki? Deyil. 0 deyil ki? 2 mənfi 1 olmaz ki. Ha? 2 mənfi 1. Müsbət 2 mənfi 1 ilə yazmışım. Onların kvadratların cəmisi. Hə, köklərin kvadratları cəmini. Şurada 2-nin kvadratı eləyir 4, üstə gəlsin 1, bu da bərabərdir 5. Yox, məsələ nədir? Kökləri düz tapmışıq da. Bunu rahatdır belə yazmaq. Kökləri tapırsan onların kvadratları cəminə. Həmin orada x bərabər 2 mənfi 2 yazmışsın. Mənfi 2-dir. Yəni o tərəfə deyir, oraya Solda yazmışsın, dairəmişsin. Aha. Yox, qıraqda sağda, solda. Bu. Hə, bəli, yəni, yox, mən sözlərə qulaq asmadınız axı. Mən dedim ki, x bərabərdir 2 olsa bu sıfıra çevrilir, x bərabərdir 0 olsa bu sıfıra çevrilir. Yəni, x bərabərdir 2 ola bilməz, x bərabərdir 0 ola bilməz. İndi bunun üstünə istəyirsən, qoyun bu işarəni. Bəli. Sözlər demişdim deyə işarə qoymadım. Başa söz. Növbəti sual. Növbəti sual. 7 nömrəli sual belə deyil. Baxın uşaqlar diqqətlə. X bölünsün. Altını yazdıq. 7 yazdım. Bəli, özürü bilir uşaqlar. 8 nömrəli sual. Sual özünə baxmadım. Demək, 12 bölünsün. 19 kəsrinin sürət məxrəcinə. Aha, bəli. Hansı ədədi əlavə etsək deyə çıxsaq deyil. Orada nə deyil? Əlavə etsək. Üstə gəlsin A, üstə gəlsin A. Bərabərdir. 0.5, o da 2-də 1. 0.5, bəli, 2-də 1. Çarpaz vuracaqsan, 24 üzərinə gəlsin 2A bərabərdir. 19 üzərinə gəlsin A. A bərabərdir. 2A'dan A-nı çıxacaqsan, 19-dan 24-ü çıxacaqsan. A bərabərdir mənfi 5. Görə bilirik. Yaxşı.
Nə demişdi? Demişdi bunun sütəti məxrəcinə nə əlavə edəcəksən biz də tapdıq. Sonra 9 nömrəli suala baxırıq. 2 borudan biri hovuzu digərindən 3 saat gec doldurur. Neçə saat? 3 saat. 3 saat. Biri x, biri x üstə gəlsin 3. Gec doldurur. Şimdi nə edirik? Hər iki boru birlikdə hovuzu neçə saata doldurur? 2 saata. 1 bölü x üzərinə gəlsin 1 bölünsün x üstə gəlsin 3. Bərabərdir 2-də 1. Yaxşı, uşaqlar. Qulaq asılıq bura. Mən burada rasional təhlil kimi həll eləməyəcəm. Avtomatik x bərabər 3 yazsam, 3-də 1 üstə gəlsin, 6-da 1-in cəmi nə qədərdir? 6-da 3 eləmir. Bu da 2-də 1 deyil. Demək ki, biri 3 saata doldurur, digəri neçə saata doldurur? 6 saat. 6 saat. Sənin həllin birisi artıq. Sonra 10 nömrəli suala baxırıq. Ramil bir işi təklikdə 10 saatı. Neçə saata görür? 10 saata. 10 saatı. Demək saatda hansı hissəsini görür? Onda 1. Onda bir hissəsini. Sonra Elvin ilə birlikdə 6 saata görür. 6-da 1. Üzərinə gəlsin Elvinin işi nə qədər olacaq bilmirəm hələ. Bərabərdir. Amma ikisi birlikdə 6-da 1-i görəcəklər. Elvinin haqqında nəsə deyil, demir. 1 bölünsün T. Elvinin zamanını bilmirəm. Deyil. Belə olanda bu da məlum, bu da məlum. Bunu eyni məxrəcə gətirmirsiniz. 1 bölünsün T bərabərdir. Yəni səhv deyil, amma əlverişsizdir. Burada 30'da 5 çıxılsın 30'da 3. 10'dan 6 üçün 30 değil. 30'da 2. 1 bölünsün T bərabərdir 30'da 2. Sağdan sonra 15. 15'də 1. Demək ki, T'miz nəyə bərabərdir? Anlayabildiniz? Demək ki, təklikdə 15 saata görülmüş. 11 nömrəli suala baxaq. 30 qram 10% məhlul ilə 20 qram 40% məhlulu qarışdırdıqda. Bəli. Digər yazdığımız məsələ kimidir də. Demək ki, burada nəyi bilməliyik? Məhlullar, bir dənə bura baxın. Belə bir incəlik deyək sizə. Siz özünüz biləcəksiniz ki, imtihanda və yaxud hər hansı bir yerdə yazarkən səhv elədin, yoxsa düz elədin. Sən bu məhlulları qarışdırırsan, düzdür? Biri 10%'dir, biri neçə faizlidir? Alınan məhlul 10-40% arası bir faiz alacaq. 10'dan azdırsa səhvdir, 40'dan çoxdursa səhvdir. Düzdür? Qarışıq deyir də, düzdür? Məhlulları qarışdırırsan. Qarışdırırsan, düzdür? Birindən heç götürməsən, məsələn, 40'dan heç götürməsən, 10%'li götürsən, 10% olacaq bunun tərkibi. 40'dan bütöv 40'ı götürsən, 40% olacaq. Amma deyir, qarışdırırıq. Sən 40%-liyə 10%'i qatırsan, düzdür? Ona görə heç vaxt 10% almazsan, heç vaxt 40% almazsan, onların arasında bir qiymət alarsan. Yaxşı, indi baxaq. 30 qram 10%'dir. Bunun tərkibində 3 qram var. 3 qram var, düzdür? Olsa 8 qram. Aha, o birisidə nə qədər var? 8 qram. 8 qram. Və neçə faizli? 20'də 40 da, 20 qramlıqda 40%. Yazıram 3, 6 yox, 3, üstə gəlsin 8. Yəni duzların cəmi. Bölünsün nə? 50'ye. 50'yə məhlulların cəminə. Burası 100%. 22. 5. Burada da 22. Bizə də gəl. Aslında burada 5 nədir? 1, bu 100'dir. Burada 2, bu da bərabərdir 22%. Yaxşı, dostlar. Bunun başqa bir yolu necə idi? 30 vurulsun 10, Bəli. 20 vurulsun 40. 30 vurulsun 10. Məhlul vurulsun faiz. 20 vurulsun 40. Məhlul vurulsun faiz. Bölünsün 50. Məhlul üstə gəlsin məhlul. Bu da bizə nə verir? 300. 22 verəcək sonda. Fikir verin. Baxın, ölçün bitsin 300, görün. 800. 100'ü de 50'ye böləndə 22 verir. Və bu dərs, bu KSQ üçün sonuncu sual yazaq. 10%'li duz məhlulu ilə 40%'li duz məhlulunu hansı nisbətdə qarışdırmaq lazımdır ki 30%'li məhlul alınsın? Aha. Bura baxın. 10%'li məhlula deyirəm Y. 40%. Y qram, düzdür? 40%'li məhlula deyirəm nə qədər?
x qram. Gəlin, indi qarışdırarıq. Bunun 10% götürülübsə, onda 1 hissəsidir, onda 1 y. Üstə gəlsin, bunun 4% götürülübsə, onda 4 hissəsidir, onda 4x. Bölünsün, x üstə gəlsin, y. Neçə faizli alınsın deyir? 30 faizli alınsın. 30 faiz, onda 3 hissə deməkdir. Elə deyil. Neçə, hansı hissə? Onda 3. Onda 3 hissə. Yəni 100-dən 30. Yaxşı, indi gəl bunu 10-a vursaq, y üzərinə gəlsin 4x bərabərdir 3x üstə gəlsin 3y. X-lər bir dəfə. Atıram bu yana x, 4x-dən x qədər. 2 də bu yana atıram 2y. Bir bölünsün 2 nisbəsində. Bəli, uşaqlar, buna, bax buna k desən, bura olur nə? 2k. Yəni 2 hissə bu x-dən götürəcəksən, 2 hissə, 1 hissə də buradan götürəcəksən. 1 bölünsün 2 nisbətlərdən. Bəli, 1 bölünsün 2 nisbətində olacaq, doğru cavab A variantı.